Sosial Xidmətlər Agentliyi tərəfindən daha 67 nəfər xəstəliklərinə uyğun sanatoriya kurort mərkəzlərinə göndərilib. Onlar şəhid ailəsi üzvləri və əlilliyi müəyyən edilmiş şəxslərdir. Əlilliyi olan uşaqlar valideynlərindən birinin müşayiəti ilə yola salındılar və onlar xəstəliklərinə uyğun olaraq həmin sanatoriya mərkəzində müalicə bərpa kursu keçəcəklər. Ümumilikdə Sosial Xidmətlər Agentliyi tərəfindən postmüharibə dövründə 14 minə yaxın bu kateqoriyadan olan imtiyazlı vətəndaşımız Putyovka ilə sanatoriya kurort yollayışı ilə təmin olunaraq belə deyək sanatoriya kurort mərkəzlərinə yola salınıblar. Onlardan təxminən 1200 nəfərə yaxını şəhidlərimizin ailə üzvləridir. İlk dəfədir gedirəm. Düzü mən 33 ildə əl arabasında olmağına baxmayaraq bloklardan, sadəcə bloklara görə gedirəm. Sağ olsun dövlətimiz bizi Naxçıvana, Duzdağına göndərir müalicə üçün. Ayağın anasıyam. İlk dəfədir müraciət elədim və göndərdilər Naxçıvana, Duzdağa. Uşağımızın bronkiti var, allergiyalı bronkitdir. Müraciət elədim. Sağ olsunlar, kömək elədilər. Uşağın asmasına görə. Uşağın əlilliyi var, autizm Kanner sindromu, həm də yanaşı xəstəliyi də asma, bronxial asma. İkinci dəfədir gedirik. Uşağa çox gözəl təsir oldu, yüngülləşməyinə xeyri oldu. İkinci dəfədir inşallah buradan da yəqin ki, yaxşı təəssüratla qayıdarıq. Yollayışla təmin olunanlar Duzdağ Estate sanatoriyasında bərpa müalicə kursu keçəcəklər.